Çoxdan da məhsul videoları bölüşmürəm sizinlə. Bu dəfə sizə əsl yayda saçınıza lazım olan məhsulu bölüşmək istəyirəm. Baxın, bunu alanda sadəcə olaraq zərli bir sprey bilib almışam. Yəni zərli bir spreydir, saç üçün biraz parıltı, dəriyə biraz parıltı verəcəkdir, amma belə deyil. Mənim saçım da dəhşət quruyub. Yəni ümumiyyətlə yayda havalar dəyişəndə, gün çıxanda, yəni saçlar bir çoxunuzda belə olur. Bu məhsul demək saçları dərindən nəmləndirir. Saçlarınızı ukladka eləməmişdən əvvəl bunu saçınıza tətbiq edirsiniz. Həm saçı qorumuş olacaq, həm saça parıltı vermiş olacaq, həm də ki təbii ki nəmləndirəcək. Baxın, bu şəkildə tətbiq olunur bu. İstifadə eləmişəm artıq 3-4 dəfə. Hal-hazırda saçımı düzəltməmişəm deyə belə cansız görsənir. Elə qəşəng isi var ki, baxın belə saça dərhal parıltı verir. Görürsünüz necə parıldayır saç. Bədənimdə də sizə göstərim bunu. Görə bilirsiniz oradan? Yox, hardan görəcəyik, hə, videodan. Bunu harbin də vurur bədəninə, zərləri var. Belə mikro zərləri var. Görə bilməyəcəksiniz buradan siz bunu. Amma buradan zəri görürsünüz də. Yəni bu zər burada da olur. Çox gözəldir. Baxın, saçım da parıldayır.